Salam şagirdlər, mən Allahverdiyeва Nərmin müəllimə. Bu videoda mən sizin üçün 20 aprel tarixində keçirilmiş OTK sınağının biologiya suallarının izahını paylaşacağım. Eləsə birinci sualdan başlayaq. Birinci sualda nə deyir? Sakit vəziyyətdə A dəqiqə ərzində orta yaşlı insanın böyrəyindən keçən qanın həcmi verilib və udduğu havanın həcmi soruşur. Biz bilirik ki, 1 dəqiqədə böyrəkdən 0,5 litr qan keçir. 5 litr qan keçibsə, deməli 10 dəqiqə ərzində bu baş verib. Və udduğun havanın həcmini soruşur. Biz bilirik ki, insan 1 dəqiqədə 16 tənəffüs hərəkət edirsə, 10 dəqiqədə də x. X də bərabərdir 160 tənəffüs hərəkəti. Və bir tənəffüs hərəkəti etdiyi zaman 500 kub santimetr hava olursa, 160 tənəffüs hərəkəti etdiyi zaman da x. X də bərabərdir, deməli 80 min. 80 min. Aha. Və bu 80 min kub santimetrdir. Və onu da bizdən də litrlə soruşduğuna görə minə bölürük, eləyir 80. Doğru cavabımız olacaq D variantı. Növbəti suala baxırıq. İnsanın ağız boşluğunda mühit necədir? Mühit zəif qələbidir. Kimyəvi çevrəyə məruz qalan üzvü maddə isə karbohidratdır. Deməli, burada doğru cavabımız olacaq B variantı. Üçüncü sual. Şəkildə göstərilən heyvanın sinir sisteminə aid olan strukturları müəyyən edin. Şəkildə ağ planarı göstərilmişdir. Onda da sinir sistemi 2 cür sinir düyünü, 2 sinir düyünü, sinir sütunları və sinir atmaları. Deməli 1, 3, 5 doğru cavab olacaq Y bəndi. 4. İnsan fəaliyyəti nəticəsində nəsli kəsilmişdir. İnsan fəaliyyəti nəticəsində nəsli kəsilənlərə biz burada çöl donuzunu götürəcəyik. Deməli doğru cavab olacaq D bəndi. 5-ci sual. İnsan yaddaşı normal halda hansı inkişaf dövründə zəifləməyə başlayır? Biz bilirik ki, insan yaddaşı 50 yaşından sonra zəifləməyə başlayır. 50 yaş belə deyək də yetkinlik mərhələsinə düşdüyünə görə, ona görə biz bunu yetkinlik mərhələsi olaraq götürəcəyik. Düzdür, digər ahıllıq, qocaq mərhələlərində də zəifləyir, amma başlayır dediyinə görə yetkinliyi götürəcəyik. 6-cı sual. Ən böyük bədən boşluğunda yerləşən insan orqanlarını müəyyən edin. Deməli, ən böyük bədən boşluğu qarın boşluğudur. Burada da deməli böyrək və deməli mədə. Yəni 4, 6 olacaq doğru cavabımız. 7-ci sual. Yalnız atomların biyoloji miqrasiyasının 3-cü növünü həyata keçirən orqanizmlərə aiddir. Bilir ki, atomların biyoloji miqrasiyasının 3-cü növünü həyata keçirən insandır və burada da yalnız insana aid olan xüsusiyyəti müəyyənləşdirməliyik. 7 boyun fəqərəsi bütün məmələr üçün xarakterikdir. Düşüncəli fəaliyyət adətən məmələr üçün xarakterikdir. Amma quşlarda da ola bilər. Yəni bu da digər məmələr üçün xarakterik olduğu üçün yəni bunu götürmürük. Birinci siqnal sistemi insan məzəri meymunlarda da birinci siqnal sistemi var. Ona görə bunu götürmürük. Əzələli diafraqma bütün məməlilərdə var, amma ikinci siqnal sistemi yalnız insanda olduğu üçün, yəni söz vasitəsilə anlamaq yalnız insanda olduğu üçün buna görə Y bəndini götürürük. 8-ci sual. İnsanda dərinin xarici qatının təşkil olunduğu əsas toxuma növü çox qatlı epiteldir. Formalaşdırıcı şüşən vərəqi isə ektodermadır. Deməli, doğru cavabımız olacaq C bəndi. İnsan orqanizmində A orqanından çıxan eritrosit B orqanına gedib çatması üçün ürəyin kameralardan hansı ardıcılıqla keçməlidir? Biz bilirik ki, insan orqanizmində bir orqandan, yəni böyük qan dövranı zamanı bir orqandan qanın çıxıb digər orqana çatması üçün mütləq böyük qan dövranının sonu olaraq, yəni gedib ürəyə çatmalıdır. Ürəkdən sonra kiçik qan dövranı başlamalıdır. Ondan sonra bir də təzədən ürəyə qayıtmalıdır qan, ondan sonra bir də ürəkdən çıxmalıdır. Yəni A orqanı böyrəkdir. Böyrəkdən çıxıb mədəyə gələ bilməsi üçün deməli böyük qan dövranı zamanı gedib də böyrəyə. Deməli, ürəyin sağ qulaqcığına gəlməlidir. Qan sağ qulaqcıqdan tökülməlidir sağ mədəciyə. Ondan sonra kiçik qan dövranı başlamalıdır. Getməlidir ağciyərə. Ağciyərdən qayıdıb gəlməlidir sol qulaqcığa. Sol qulaqcıqdan da bir də sol mədəciyə tökülməlidir. Oradan da gəlib B orqanına çatacaq. Deməli, 4, 3, 2, 1 doğru cavabımız olacaq C bəndi. Növbəti suala baxırıq. Şəkildə göstərilən orqanoiddə kloroplastdan fərqli olaraq şəkildə deməli mitoxondri göstərilmişdir. Biz bilirik ki, mitoxondri ilə kloroplast bir-birinə bir çox xüsusiyyətlərinə görə oxşardır. Yəni translasiya, transkripsiya prosesləri, zülalların sintezi, yəni biosintezi hər ikisinə baş verir. ATF sintezi hər ikisinə baş verir.
Amma üzv maddələrin oksidləşməsi yalnız mitoxondriyada baş verir. Doğru cavabımız olacaq burada C bəndi. 11-ci sual. Cinsi nəsli reduksiyaya, cüzi reduksiyaya uğramış bitkilər üçün doğru olmayan mülahizəni müəyyən edin. Bilirik ki, cinsi nəsli reduksiyaya uğramış bitkilər çılpaq toxumlardır və örtülü toxumlardır. İndi buna aid olmayan mülahizəni seçməliyik. Ağac, kol və ot şəkil nümayəndələri var. Örtülü toxumlarda ağac, kol və ot şəkil nümayəndələri var. Yumurtacıqdan inkişaf etmiş toxuma malikdir. Doğrudur. Çek qamətləri qamçısızdır. Bu da doğrudur. Kökü olmayan nümayəndələri var. Kökü olmayan nümayəndələri var. Bəli, örtülü toxumların kökü olmayan nümayəndələri var. Xlorofili xromatoforlarda yerləşir. Bu xüsusiyyət isə yosunlara aiddir. Deməli, burada doğru olmayan mülahizə Y bəndi olacaq. 12-ci sual. Günəş enerjisindən istifadə etmədən qeyri-üzv maddələrdən üzv maddə hazırlayan protistlər, bunlar xemosintez edici bakteriyalardır. Ona görə də biz buna Y bəndini götürəcəyik doğru cavab kimi. 13. Avstralopiteklərin əmələ gəldiyi dövrdə bilir ki, avstralopiteklər Neogəndə əmələ gəliblər və bu dövrdə, yəni Neogənin sonunda əmələ gələn tayqa və tundradır. Deməli, bu doğru cavabımız olacaq B bəndi. 14. Malyariya paraziti sporlar tipinə aiddir. 1 doğrudur. Qamçılar sinifinə aiddir. Yanlışdır. Cinsi inkişaf dövrünü ağcaqanadın bədəndə keçirir. Doğrudur. Çünki ümumiyyətlə deyirik ki, cinsi inkişaf dövrünü əsas sahibin orqanizmində keçirir. Qeyri-cinsi inkişaf dövrünü isə aral sahibin orqanizmində keçirir. Ağcaqanad onun əsas sahibi olduğu üçün cinsi inkişaf dövrünü ağcaqanadın bədənində keçirilir. İnsan bədənində cinsi inkişaf dövrünü keçirilir. Yanlışdır. İnsanın transmissiv yolla ötürülür. Doğrudur. Deməli 1, 3 və 5 olacaq doğru cavab. Təmas yolu ilə keçir, bu yanlışdır. Doğru cavab olacaq B bəndi. 15. Sxemə əsasən insan üçün doğru olanları müəyyən edir. Deməli, müvazinət funksiyasını yerinə yetirmir ilbiz, yəni ilbizdə minus qoyublar. Deməli, müvazinət funksiyasını yerinə yetirmir, doğru fikirdir, bir düzdür. Sonra oval dairə kisəcik yerinə yetirmir, səhvdir, yerinə yetirir. Dairəvi kisəcik yerinə yetirir. Deməli, bu da doğrudur, 5 də doğrudur. Otoritlər yerinə yetirir, minus qoyublar deyir, götürmürük. Oval pəncərə yerinə yetirir. Müvazinəti, özür istəyirəm, oval pəncərə yerinə yetirmir. Dairəvi kanallar yerinə yetirir. Deməli, 1, 2, 5. Doğru cavab olacaq A bəndi. 16. Sərbəst çarpazlaşaraq döllü nəsil vermə ehtimalı daha çoxdur. Biz bilirik ki, sərbəst çarpazlaşıb döllü nəsil verənlər eyni populyasiyada yerləşən eyni növün fərdləridir. Yəni, müxtəlif növlərin fərdləri sərbəst çarpazlaşıb döllü nəsil vermirlər adətən və eyni növün müxtəlif populyasiyalarının fərdləri də bir-birlə sərbəst çarpazlaşıb, sərbəst çarpazlaşma ehtimalı belə deyək də çox azdır. Məsələn, eyni növün, məsələn, inək populyasiyası biri tutaq ki, Şəkidədir, məsəl üçün, biri tutaq ki, Cəbrayıldadır. Bunların belə deyək, bir-birləri görüşmə ehtimalı çox azdır deyə, ona görə bunların bir-birlə sərbəst çarpazlaşıb, sərbəst çarpazlaşma ehtimalı yoxdur. Amma müxtəlif növlərin fərdləri də bir-birlə sərbəst çarpazlaşmır və çarpazlaşsa belə döllü nəsil vermir. Məsələn, atla eşrəyin müxtəlif növlərin fərdləridir. Bunlar bir-birlə çarpazlaşsa belə, yəni qatır əmələ gətirir ki, o da dölsüz olur. Ona görə deyir ki, sərbəst çarpazlaşaraq döllü nəsil vermə ehtimalı daha çoxdur. Kosmopolit növlərin müxtəlif populyasiyaların fərdləri arasında xeyr, bir növün müxtəlif populyasiyaların fərdləri arasında xeyr, müxtəlif növlərə aid olan populyasiyaların fərdləri arasında deyil, əkiz növlərin müxtəlif populyasiyalar arasında aid olan fərdlər arasında xeyr, eyni bir növün eyni bir populyasiyanın fərdləri arasında, eyni bir populyasiyada da eyni növlər olduğu üçün burada doğru cavabımız olacaq Y bəndi. 17. İnfeksiyon prosesin ilk və mühüm mərhələsi. İnfeksiyon prosesinin ilk və mühüm mərhələsi mikroorqanizmlərin sahib orqanizm hüceyrələrinə yapışmasıdır. Doğru cavab olacaq B bəndi. 18. Normal inkişaf dövrəsində insan asqarının yetkin sürfəsinə rast gəlinə bilməz.
Biz bilirik ki, insan asqaridində yumurta içərisində sülfə olur, cavan sülfə olur. Bir də ikinci dəfə udulmuş sülfə. Yəni cavan sülfə deyil də, burada yetkin sülfə dediyinə görə biz artıq bu ikinci dəfə udulmuş sülfəni götürəcəyik. İkinci dəfə udulan sülfə ağız boşluğunda olur, sonra udulub udulağa keçir, udulaqdan qida borusu, mədə və bağırsağa keçir. Ona görə də burada deməli qida borusu dedik, mədə dedik, nazik bağırsaq dedik, udlaq dedik, amma qaraciyər demədik. Deməli burada doğru cavabımız olacaq A bəndi. Növbəti sual. Örtü toxumlu bitkilərin deməli yumurtacığı qozanın daxilində yerləşir. Xeyr, bu çılpaq toxumlara aiddir. Bir evli və iki evli növləri var. Bəli, bu elə doğru fikirdir. Doğru cavabımız olacaq B bəndi. İki cür çiçək qrupuna malik nümayəndələr yoxdur. Xeyr var. Məsələn, qarğıdalı iki cür çiçək qrupuna malik olan nümayəndədir. Ömründə bir dəfə çiçək açan növləri yoxdur. Yanlışdır. Ömründə bir dəfə çiçək açan növləri var. Bütün yetkin fərdlərində iki qat maylanma gedir. Xeyr. Əgər bu erkəkcikli çiçəkdirsə, deməli bunda iki qat maylanma getməyəcək. Deməli burada doğru cavabımız olacaq B bəndi. 20. Cinsiyyət xromosomları bütün canlılar üçün xarakterikdir. Məsələn, qeyri-cinsi yolla çoxalan canlılarda cinsiyyət xromosomları yoxdur. Bu yanlışdır. Homoloji cütlər əmələ gətirmir. Homoloji cütlər əmələ gətirir. Ona görə bu da yanlışdır. Yalnız cinsiyyətin müəyyən olmasına iştirak edir. Cinsiyyət xromosomları əsasən cinsiyyətin müəyyən olmasına iştirak edir. Amma belə deyək də, bəzi məsələn xüsusiyyətlər var ki, məsələn daltonizmdir, hemofiliyadır. Bunlar cinsiyyət xromosomlarını ilişik şəkildə keçir və bunlar cinsiyyət xromosomları belə deyək də bu xəstəlikləri müəyyənləşdirir. Ona görə yalnız cinsiyyətin müəyyən olmasına iştirak edir. Bu doğru fikir kimi götürmürük. Autosomlar kimi ilişikli gen qruplarına malik olur. Doğrudur. Çünki bayaq da qeyd etdiyimiz kimi bəzi xəstəliklər var ki, bunlar xəstəliklər və məsələn hemofiliya xəstəlikdir, amma daltonizm bir xəstəlik deyil. O əlamətdir, yəni o əlamətlər ilişikli şəkildə keçə bilər. Deməli doğru cavabımız olacaq burada D bəndi. 21. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. 2 başlı balaca əzələsi və 4 başlı balaca əzələsi uyğunlaşdıraq. Əsas kütləsini təşkil edən hüceyrələr çoxnüvəlidir. Bu ikisinə də aiddir. İkisi də eyni sulaqlı skelet əzələsindən təşkil olunub. Vətərlər vasitəsilə yuxarı ətrafın sümüklərinə bağlanır. Hər ikisi vətərlər vasitəsilə bağlanır, amma yuxarı ətraf dedik üçün bunu iki başlıya götürürük. Funksiyasına görə bükücüdür. Bükücü iki başlıdır. 4 başlı açıcıdır. Vətərlər vasitəsilə aşağı ətrafın sümüklərinə bağlanırsa bu olacaq 4 başlıya aid eləyəcək. Funksiyasına görə açıcı əzələdir. Bu 4 başlıya aiddir. Fəaliyyəti similir və humoral yolla tənzimlənir. Bu da ikisinə də aiddir. Burada doğru cavab olacaq. Deməli D bəndi. 22. İnsan rüşeymində ola bilməz. Deməli, barmaqlar arasında pərdə, çoxlu süd vəzləri, qəlsəmə qövsləri, qovucuqlardan ibarət baş beyin, bunlar hamısı rüşeym dövründə olduğu üçün bunlar rüşeymdə ola bilər kimi götürürük. Amma üzərini örtən tük örtüyü bu döl dövründə olduğu üçün rüşeym dövründə olmur kimi götürürük. Yəni doğru cavabımız olacaq D bəndi. 23. İnsan orqanizmində ağciyər alveolları çox qatlı epiteldən təşkil olunub. Bu yanlışdır. Qaz mübadiləsinin getdiyi qovucuqlardır. Doğrudur. Qan damarları ilə zəngindir. Doğrudur. Bronxların ucunda yerləşir. Doğrudur. Tək qatlı epiteldən təşkil olunub. Doğrudur. Deməli 2, 3, 4, 5. 24-cü sual. Şəkildə oxla işarə olunmuş orqan üçün doğru ifadələri müəyyən edin. Şəkildə oxla işarə olunmuş orqan mədə-altı vəzidir. Daxil sekresiya vəzisidir. Xeyr, qarışıq sekresiya vəzisidir. Axarları 13 barmaq bağırsaq açılır. Bu doğru fikirdir. İnsülin hormonu hazırlayır. Bu da doğru fikirdir. Fermentləri ödün təsirindən fəallaşır. Doğru fikirdir. Axarları çöl bağırsaq açılır. Yanlışdır. 13 barmaq bağırsaq açılır. Yalnız zülalları parçalanan fermentlər hazırlayır. Xeyr, zülalları, yağları, karbohidratları, nuklein turşularını parçalayan fermentlər hazırlayır. Ona görə də bu da yanlış fikirdir. Yəni 2, 3 və 4 olacaq doğru cavab. 25. Mədəni bitki turp və kələmin döllü hibridi kök hüceyrəsinin bir nüvəsində anafaza mərhələsində xromatidlərin minimum sayını soruşur. Biz bilirik ki, deməli,
turp və kələm 18 xromosomu turpdur, 18 xromosomu kələmdir. Döllü hibrid deyirsə, deməli artıq bu Karpachenko ilə bunların dölsüzlüyü aradan qaldırılıb. Yəni 18 plus 18, yəni 36 olacaq hibridin xromosom sayı və anafaza mərhələsində də bilirik ki, xromosom və xromatid sayı 2 dəfə artır. Ona görə də 36-nı da vuracağıq 2-yə. O da eləyəcək 72. 26. Qadın orqanizmində müəyyən vaxt ərzində aybaşı siklin müddəti 28 gündür. Aybaşından sonraki fazaların minimum müddətlərinin cəmi 54-dür. Biz bilirik ki, aybaşından sonraki faza deməli aybaşı fazası 4-5 gün davam edir. Aybaşından sonraki faza isə 9-10 gün davam edir. Aybaşı fazaların maksimum müddətlərinin cəmi soruşur. Biz dedik ki, aybaşı fazası 4-5 gün davam edir. Aybaşından sonraki 9-11. Deməli, minimum müddəti dediyinə görə 54-ü bölürük 9-a eləyir 6 və aybaşı fazaların maksimum müddəti. Aybaşı fazaların müddəti deyir 4-5 gün, maksimum dediyinə görə 6-nı vururuq, 5-ə eləyir 30. Deməli, burada doğru cavabımız olacaq 30. 27. Uyğunluğu müəyyən edin. Deməli, interfaz və bölünmə mərhələsi üçün uyğun olanları müəyyənləşdirməliyik. 1 və 2 olaraq qeyd edək. Deməli, DNT ikiləşir, bu interfazaya aiddir. Xromosomlar spirallaşır, bu bölünməyə aiddir. 2-yə bölünməklə çoxalır, bu interfazaya aiddir. Sonra xromosomlar işıq mikroskopunda görünür, bu bölünmə mərhələsinə aiddir. Çoxlu miqdarda ATF sintez olunur, bu da interfazaya aiddir. Növbəti suala baxırıq. Deməli, hamilə qadının daxili cinsiyyət orqanlarını müayinə edən həkim uşaqlıqda bir neçə dölün olmasını və eyni zamanda aşağıdakıları müəyyən etdi. Cif sayı 3, göbək ciyərlərinin sayı 4. Cif sayı 3 və göbək ciyərlərinin sayı 4 isə biz bilirik ki, hər bir fərdin, yəni dölün özünə məxsus göbək ciyəsi olur. Əgər burada 4 dənə göbək ciyəsi varsa, deməli 4 dənə belə deyək, döl var. Cif sayı 3 dənədirsə, deməli bunun ikisi eyni yumurta əkizidir. İkisi eyni yumurta əkizidir. İkisi isə ayrı yumurta əkizidir. Ona görə də burada 3 dənə cift və 4 dənə göbək ciyəsi var. Döllərin əmələ gəlməsi prosesində cəmi neçə qamet iştirak edir. Biz bilirik ki, eyni yumurta əkizi olanda burada neçə dənə döl olmasına asılı olmayaraq bir dənə yumurta hüceyrə, bir dənə spermatozoid iştirak edir. Amma müxtəlif yumurta əkizi olanda bir dənə spermatozoid, bir dənə yumurta hüceyrə və bu şəkildə. Deməli, burada cəmi neçə qamət iştirak etmişdir? 1, 2, 3, 4, 5, 6. 6 dənə qamət iştirak edib deyirik. 29. Maylamada bilavasitə iştirak edən qamətlərin ikisində X cinsi xromosomun olduğunu bilərək döllərin somatik hüceyrələrinin bir nüvəsində cəmi maksimum neçə X xromosomun olduğunu müəyyənləşdirin. Əgər burada 2 dənə dedik ki, ikisi eyni yumurta əkizidir, ikisi də müxtəlif yumurta əkizidir. Deməli, burada 2 dənə Y varsa, deməli, bu müxtəlif yumurta əkizi olanlar oğlandır. Eyni yumurta əkizi olanları da qız olaraq götürdük. Bu bir dənə qız, bu da bir qız. Oldu. Deməli, burada neçə dənə bir nüvəsində cəmi neçə maksimum neçə X xromosomu olduğunu hesablayın. 1, 2, 3, 4, 5, 6. 6 dənə X cinsi xromosom oldu. Növbəti suala baxırıq. Cədvəli tamamlayın. Simpatik sinirlərin başlanğıc aldığı onurğa beynin şöbəsi müayinə olan orqan, deməli, uşaqlıqdır. Onun da, deməli, simpatik sinirlərin başlanğıc aldığı onurğa beynin şöbəsi beyindir. Əsas kütləsinin formalaşdığı şeym vərəqi isə, deməli, mezodermadır. İzah bu qədər şagirdlər, hər birinizə uğurlar. Sağ olun.